Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Sual olunur ki, Risalədə yazılan cahil qasir və cahil müqəssir sözlərinin mənası nədir və aralarındakı fərq nədən ibarətdir? Əvvəla, burada keçən cahil sözü, yəni bilməyən, bir hökmü bilməyən anlamındadır. Bəs qasir, müqəssir nədir? O cahil ki, qasirdir, yəni üzürlü cahildir. Öz bilməməzliyində üzrü var, üzürlü hesab olunur. Amma müqəssir isə bunun əksinə, yəni təqsirkardır, üzürlü hesab olunmur. Məsələn, bir şəxs bir hökmü ələ gətirməkdə səhlənkarlıq etməsə, yüngül yanaşmasa, risaləyə baxsa, oxusa, soruşsa, axtarış eləsə, hər hansı bir o yollar ki, şəri yollardır, şəri hökmü ələ gətirməkdə İnsan o yollara başvurur. Bir şəxs o yollara başvursa, bir hökmü ələ gətirsə, amma yenə də hökm buna səhv gəlib çatsa, bu səhv əməl eləsə, həqiqətdə bu hökmə cahil hesab olunur. Yəni, hökmü bilməyib nəticədə, amma hökmü bilməməkdə də səhlənkarlıq etməyib. Buna üzürsüz deməzlər. Yəni, üzrü var. Bunun inandığı şəxs, alim bildiyi şəxs, höccət bildiyi şəxs buna məsələni səhv çatdırıb. Ya kitabdan oxuyub, tərcümə səhv olub, səhv anlayıb. İnandığı yerdən xülasə buna məlumat səhv yetişib. Daha buna deməzlər ki, sən üzürlü deyilsən, sən səhlənkarlıq etmirsən, təqsirkarsan. Bu şəxsə cahili qasir deyərlər, yəni üzürlü cahil. Müqəssir isə bunun əksidir. Yəni, hökmü ələ gətirməkdə, öz cəhalətində qalmağında təqsirkardır. Soruşa bilərdi, soruşmayıb, oxuya bilərdi, oxunmayıb, araşdırmayıb. Hər hansı bir yollar ki, o yollarla şəri hökmə yetişə bilərdi, o yollara əl atmayıb, elə fikrində olana da əməl edib. Buna müqəssir deyərlər, daha bu üzürlü hesab olunmaz. Cahil, qasir və müqəssirin arasında olan fərqlər bundan ibarətdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.